Sir deyil ki, xalqımızın elmi səviyyəsi çox aşağıdır. Və bundan istifadə edən bəzi insanlar xalqımıza sosial şəbəkələrdən dərs keçməyə başlamışlar. Qədim müdriklər elmli və elmsiz insanları kamil və cahil insanlara bölürlər. Qədim mənbələrə görə Allah ümumiyyətlə iki növ insan yaratmışdır. Allah öz obraz və bənzəri kimi göy insanların nəslini, onlar isə Allahın göstəricilə yer insanların nəsli yaratmışlar. Göy insanları yaratdıktan sonra Allah onlara xüsusi elm vermişdir. Tövratda bu elm ilk insanların vahid səfa dili adlanır. Bu dil 4 səviyyədən ibarətdir. Bu dil yaradıktan sonra və bu ilk insanlar Babil qülləsi tikdikdən sonra Allah bu insanların bu vahid dilini 70 dilə böldü və dünyanın insanları dünyaya səfələdi. Dünyaya səfələnmiş insanlar artıq bu vahid dilin yalnız hərfi mənasını, Tövratda bu pişat gedir. Yalnız hərfi mənasını dərk etməyə başladılar. Qalan 3 səviyyə bunlar üçün itdi. Bunlar bunu yaddan çıxartdılar, bilmədilər. Və bundan sonra qarşılıq əmələ gəldi. İnsanlar qədim yazıların yalnız hərfi mənalarını dərk etməyə başladılar. Deməli, cəmi 2 növ insan yaradılıb və bunların da özlərinin 2 növ dili var. Adi insanlar bu 70 dildə danışırlar. Bu göy insanlar isə ilk insanlar olduqları üçün bunlar Allahın vahid səfa dilini. Yəni, Quranda bu deməli, Süleyman Peyğəmbərə verilmiş quş dili adlanır. Deməli, adi insanlar 70 dilə bölünmüş, 70 dildə danışılan insanlardır və bunlar yalnız hərfi mənasını dərk edirlər, qədim yazıları. Bu kamil insan nəsli isə, göy insanların nəsli isə ilk insanlar olduğu üçün onlara ilk elm verilmişdir, səfa dili verilmişdir. Bizlər sufizm kimi gedir, bu Quranda bu quş dili adlanır. Bu quş dili isə, yəni bu kamil insan nəsli bilmişlər. Bütün qədim yazılarda ikili mənada yazılmışdır. Adi insanlar yalnız hərfi mənanı dərk edirlər. Kamil insan nəsli isə bu 4 səviyyənin 4'ünü də dərk edir və orada ümumiyyətlə söhbətin nədən getdiyini anlayırlar. Bu, deməli, Tövratın həm yazılı mənası var, yazılı variantı var, həm də şifahi variantı var. Yazılı variantını özü yazdığım kimi 4 səviyyədən ibarətdir. Şifahi Tövratı isə bugün heç kim bilmir. Çünki şifahi Tövratı bilmək üçün insan bu 4 səviyyənin 4'ünü də dərk eləməlidir, bilməlidir. Deməli, göy insanları, yəni göy türklər nəsli olan Fironbəclər, Pirbəclər nəsli 4 səviyyənin 4'ünü də bilirdilər. Və buna görə də Allahın sirlərindən agahdılar, marifətullahı bilirdilər, elmi billahı bilirdilər. Mühiddin İbn Ərəbi özünün Füsusül Hikəm kitabında yazır. Kim ki göyün və yerin insana necə tabi edildiyini bilir, bu kamil insandır. Kim ki bunu bilmir və bilmədiyində bilmir, danışırsa, bu artıq heyvan insan. Gəzlərimizə demək istəyirəm ki, bugünkü sosial şəbəkələrdə alim kimi özünü göstərənlərə qulaq asmayın. Onların savadı yoxdur, elmləri yoxdur. Onlar Sovet dövründə müxtəlif variantlarla elmi səviyyələr, elmi adlar alırlar. Hamımız bilir onlar necə alırlar. Və sonra qulaq asmayın. Sual verin. Tarix isə sual verin ki, məsələn, Xəzər dənizinin yanında mənbədə okyan göstərilir, okyanı göstərir. Dindən soruşurlarsa buyur denən Məhəmməd Peyğəmbər nəyə görə mənbələrdə göy insan adlanır, iki dünyanın ağası adlanır? Nəyə görə Nuri Məhəmməd adı var? Adı insan bəyəm nur saça bilir. Yüzlərlə, minlərlə belə suallar var. Heç birinə bu insanlar cavab verə bilməz. Bugünkü alimləri ona nəyə bənzərlərim mən? Deməli, təsəvvür edin, bugün mən riyaziyyat alimiyəm. Gəlir riyaziyyat kitabı məsələsini qoyursan qabağına riyaziyyat kitabını və orada bir dənə məsələni həll eləyə bilmir. Yalnız düsturları yazır ki, bu düsturlar var. Bunu mən də bilirəm, o düsturlar var. Nə olsun? Sən ona izah verməlisən. Sən əgər düsturlar, qədim mənbələrdə yazılanlara izah verə bilmirsənsə, sən alim deyilsən. İnsanlar, alim, belə şey olmaz. Bu səviyyədə cahillik olmaz. Azərbaycanda bir kitab, məqalə yazmamış insanları alim kimi qəbul edirlər. Onun bunun ağzından eşidir, danışır və bunu alim kimi qəbul edirlər. Bu bir abırçılıqdır. Cəddimiz, Azər pirlərinin cəddi Bəşdüz Əman, qədim yazılarda bu Niftalı Amon kimi gedir. Bizdə Niftalı deyirlər, Niftalı Amon. Niftalı Amon göydə ilahdan el yaradılır. El ilah yaradılır. Yəni Allah yaradılır. Şumer mənbələrində bu Allah luğa kimi gedir. Yəni ilahi el kimi gedir. Bu kosmik insan, deməli Fironun öz kölgəsinin qurban ruhlarına doldurulmasıdır. Bu göy insanıdır. Bunun bənzəri kimi Allah deməli pirlər nəslini, seyidlər nəsli yaradır. Azərilər bu pirlər nəslidir. Onun qardaşı kimi yaradılmış Set
bu seyidlər nəslidir. Allah seyidləri, pirlərə kömək kimi yaradır. Bütün dünyanın padişahlığın Allah bu pirlər nəslinə verir. Pirbəylər nəslinə verir. Deməli, Allah əvvəl öz kölgəsini yaradır. Onun bənzəri və obrazı kimi kamil insanların nəsli yaradır. Kamil insan nəsli isə, pirlər nəsli isə adi insanları yaradırlar. Öz əlləri ilə yaradırlar. Və Yahudi mənbələrində bunlar Elahim kimi gedir. Elahim bizim muğal sözümüzün başqa bir yazılış variantıdır. Qədim Yahudilər Tövratda və digər yazılarda Allah dedikdə Yahve, Yaqova və s. kimi qeyd olunan Allah dedikdə bilavasitə bəcləri nəzərdə tuturlar. Bəc sözü qədim mənbələrdə Allah mənasını verir. İran mənbələrində bağa kimi gedir. Rus mənasında, Rus yazılarında bok kimi gedir. Deməli, Zərdüştdə vaxu kimi gedir, vaxu kimi gedir. Tövratda vaxu kimi gedir, vaxu kimi. Bunlar hamısı bəc sözüdür. Bəc, sufinin bəqa səviyyəsində, ekstatik durumda, bəqa səviyyəsində ilahla vəhdətə nail olması və ilahın özünə tabi etməsi mənasındadır. Yaqub Peyğəmbər Allahla güləşir və ona qalib gəlir, ondan sonra onu İsrail adlandırırlar. Yaqub bəc deməkdir. Bu ilahla vəhdətə nail olur sufizmin bəqa səviyyəsində, bəclik məqamında. Bundan sonra Allaha çevrilir. Və deməli, o ilaha qalib gəlib ilahı idarə etməyə başlayır. Bundan sonra ilahı ancaq bizim o Niftalı bəlgimizin, cəddimizin ruhu idarə etməyə başlayır. Bilirsiniz, bunlar çox qədim sirlərdir və bunlar çox dərin mənalı şeylərdir. Bunları adi insanlara başa salmaq olmaz. Çətindir. Lakin mən bunların hamısını yazmışam. Batini Quran kitabında, digər kitablarda, yüzlərlə elmi məqalələrində yazmışam. Və bunların hamısı internetdə var. Bütün bunlar hamısı yalnız bir nəslin, bir elin, bir xalqın nailiyyətidir. Bizim əcdadımız, bizim cəddimiz, Azəri pirlərinin cəddi, Seyidlərinin cəddi, Niftalı Amon, Amon Napatski kimi gedir. Bəlkə düz zamanda deyirlər, taktik zamanda deyirlər və s. müxtəlif adları var. O göydə Allah yaratmışdır və onun obrazı kimi insanları yaratmışdır. Və bu insanlar da sonradan kamil insan nəsli, adi insanlar hamısı birlikdə göydə cənnət yaratmışdır. Bu göy insanın daxilində cənnət yaratmışdır. Bu göy insanları tutalım, Tövratda Adəm kimi gedir və cənnət Edəm kimi, Edəm cənnəti kimi gedir. Bunlar hamısı bizə aiddir. Azəri pirlərinə aiddir. Biz də o nəslin nümayəndələriyik. Gilar bəylərinə aiddir. Qədim deməli, Misir yazılarında bu Gel oğulları gedir. Çünki Gel şəhərində yaradılır. Gel sözü də ilah sözünün başqa yazılış variantıdır. Bu Kabalanın deməli, Seruf deyir, bizdə sərraf sözü var, söz sərrafı. Yəni, sözlərin daxili, batini mənalarını çıxardıb onları anlamaq, dərk etmək mənasındadır. Deməli, bu dildə bütün hamısı, bütün bu Allahların adları, hamısı bilavasitə Azəri pirlərinə, Azərinə aiddir. Və bu hadisə də, göydə Allah yaratması hadisəsi də qədim Misir yazılarında Gel şəhərinə aid edilir. Gel şəhərində bu Atum Allahını yaradır, yəni Adəmi yaradır. Onun digər adı Asiris Allahıdır, Azər Allahıdır. Və bunlar hamısı bizim babalarımız yaradır, biz yaratmışıq. Bizə aiddir. Yəni ki, biz bunu ancaq qürrələ bilərik ki, bizim cəddimiz bunları yaradır. Azəri pirlərin cəddi yaradır. Heç kim aidiyyəti yoxdur bu insanların. Bu bizim əcdadlarımızın. Bu göy insanların nəslidir. Adi insana aidiyyəti yoxdur bunların. Və qədim mənbələrində bu Gel şəhəri Gelar kimi qeyd olunur. Yəni Gel şəhərində yaşayan Ra Günəş Allah. Ra Günəş Allahının digər adı Ra Amondur. Ra Amon İslamda Rəhman kimi qeyd olunur. Rəhman ruh deməkdir. Atum Allahın ruhu olur sonradan. Deməli, bir əman öləndən sonra ruhu göyə qalxır, Ra Günəş diski ilə əvvəldə yaratdığı Ra Günəş diski ilə birləşir və Atum Allahın ruhuna çevrilir. Düşünürsünüz, bunlar deyirəm, çox dərin mənalıdır, onun hamısı xırdalamaq olmur. Lakin kitab və məqalələrdə bunların hamısını mən xırdalamışam. Son dərəcə dəqiqliyi ilə qeyd eləmişəm. İstənilən insan dərk eləmək istəyən dərk eləyəcək. Sadəcə insanda istək lazımdır ki, ilahi sirləri biləsən, marifətullahı biləsən, elmi billahı biləsən. Bunlar adi elm deyil. O Allahın elmidir, Allahla bağlı elmdir. Qədimdə bütün insanlar bu elmi dərk eləməyə çalışırdılar. İndiki insanlar isə maraqlanmır. Hər özünə inanır, hər özü üçün büt yaradır. İslam bütü, Hristiyanlıq bütün, Yudaizm və s. Bunlar hamısı bütdür. Bütpərəstlikdir. Bunların hamısının gizli mənaları var.
Və bu bizlərə aiddir. Azərlərə aiddir, Gilay bəylərinə aiddir. Bunların hamısını biz yaratmışıq. Bütün bəşəriyyət insan kimi, düşünən insan kimi yaşadığına görə bizlərə borcludur. Azəri pirlərinə, seyidlərinə, bəylərinə borcludur. Siz elmsiz, savadsız insanların danışığına qulaq asmayın. Onlar heç nə bilmirlər. Siz oturun, mənim kitabımı oxuyun. Mən o nəslin nümayəndəsiyəm. Bu elm bizə verilib. Gilay bəylərinə verilib. Azəri pirlərinə verilib, seyidlərə verilib. Mənim kitabımı oxuyun. Bütün dinləri dərk edəcəksiniz. Mən Zərdüştlüyün də sirrini açmışam. Buddizmin də sirrini açmışam. İudizmin də sirrini açmışam. Bütün sirləri açmışam. İnternetdə yüzlərlə məqalə var, əsasən Azərbaycan dilində. Oturun, oxuyun. Bəsdir, siz nə vaxta kimi cahil kimi yaşayacaqsınız? Nə vaxta kimi elmsiz, savadsız insanlar sizi dəstəkləyəcəklər? Turuk belə gəldi, Urmu gölündən gəlmiş, nə bilim, Altaydan gəl. Bu insanlar Urmu sözünün mənasını bilmir. Nədən danışırlar? Bu insanlar Altay sözünün mənasını bilmirlər. Batini mənasını bilmirlər. Və orada yazılanların 4 qat mənasını dərk eləmirlər. Sizə dərs deyirlər. Özünü alim kimi aparırlar. Bəsdir. 21-ci əsrdə yaşayır. Artıq süni intellekt yaradılır. Nəyi bilmirsiniz? Süni intellektə sual verin. O sizə bu sirləri aça bilməz. Çünki o heç vaxt bunları dərk edə bilməz. Ancaq o sizə bir çox mənbələrdə bunlar necə qeyd olunur, onu açacaq. Və siz özünüz dərk edib bu sirləri özü üçün aydınlaşdıra bilərsiniz. Sonunda xalqımıza, gənclərimizə bildirmək istəyirəm ki, qədim yazılar rəmzlərlə yazılır. Bütün mətnlər, bütün fəlsəfəsindən, tarixindən, dinindən asılı olmayaraq hamısı rəmzlərlə yazılır. Hamısının 4 səviyyəsi var. Və bunları adi insan dərk edə bilməz. Çünki bu ancaq Azəri pirlərin ürəyinə verilir. Yəni bu ancaq bunlar dərk edə bilər. Allah ona görə Tövratı əsas sirlərini şifahi verdi ki, bunu indi özünü Yahudi adlandıran insanlar mənimsəyə bilməsin. Və orada Tövratda bu hədislərdə, midraşlarda açıq yazılır. Allah özü açıq deyir. Mən bilirəm, axirətdə dünya xalqları Tövratı mənimsəyəcəklər. Mənim xalqımın əlinə alacaqlar. Xalqıma nifrət edəcəklər. Lakin o vaxt o insanlar Tövratda söhbətin bir yerdən getdiyini bilməyəcəklər. Yalnız mənim xalqım o söhbətin izahını verəcək. Və bunu açıq yazıb, bu açıq deyilib. Sadəcə insanlarımız başa düşməlidir. Buyursunlar, gəlsinlər müzakirəyə. Mənim çıxışlarıma biri münasibət bildirsin. Akademik olsun, professor olsun, fərqi yoxdur. Yahudi alimi olsun, İngilis alimi olsun, fərqi yoxdur. Heç biri mənim sözümün qabağına söz deyə bilməz. Çünki bu bizim elmdir. Necə mənim xalqımın fəlsəfəsini kim məndən yaxşı bilə bilər? Heç kim bilə bilməz. Ona görə xalqımıza üzümü deyirəm ki, qədim yazılarda yazılanlar bizim yazılardır, bizə aiddir. Yalnız bizlərdə söhbət gedir. Bütün tarix, bütün fəlsəfə yalnız bizim bu dünyada gördüyümüz işlərin rəmzlərlə ifadəsidir. Və axirətdə də kitabı dedikoduda yazıldığı kimi hakimiyyət yenə bizlərə qayıdacaq. Əhd sandığı açılandan sonra bütün sirlər açılacaq. Və bütün hər şey bilavasitə bizimlə bağlı olduğu üzə çıxacaq. Düşürsünüz? Ona görə o yazılara qulaq asmayın, özünüzü aldatmayın. Övladlarınıza başa salın ki, qədim yazıların başqa məna, əsl mənalarını, batini mənalarını dərk etməyi öyrənsinlər. Mənim kitablarımı oxuyun. Onsuz da birazdan hamısı qayıdacaq mənim kitablarıma. Hamısı bizim elimizə qayıdacaq. Çünki bunu bizim babalarımız yaradı və bizim elimizdir. Onsuz da qayıdacaqlar. Bu yazılıb, əzəl yazıda yazılıb. Ona görə indidən oturun, kitablarımı oxuyun, məqalələrimi qulaq asın. Mən bu sosial şəbəkələrdə aktiv iştirak edirəm. Və bildiklərimi də hamısını yazmışam, hamısını demişəm. Sadəcə biraz düşünmək lazımdır. Özünüz bilmirsiniz, o alimlərdən soruşun, deyin bu filan kəs harada yalan danışır? Hansı cümləsi səhvdir? Bu üçün izah versinlər. Təbii ki, heç kim izah verməyəcək, heç cəsarət satmayacaq, gəlib münasibət də bildirsin. Ancaq siz onu başa düşün ki, onlar heç nə bilmirlər. Sizsiz tarixin sahibi, sizsiz dünyanın sahibi. 5500 illik insaniyyət tarixinin 5200 illik dünyanı biz ağalıq eləmişik. Bütün dünyanın padişahları Azəri pirləri olub, bəyləri olub. Padişah deyəndə, şah deyəndə qədimdə adi şah nəzərdə tutulmurdu. İlahi enerji verilmiş şah nəzərdə tutulurdu. Bu şah bütün təbiətin şahı idi. Şah indiki şah mənasında deyildi. Təbiətin üzündə ağı idi. Təbiətin üzərində ağı idi o. İstədiyi vaxt yağış yağdırırdı, qar yağdırırdı. İstədiyi vaxt bütün təbiətə təsir edirdi. Canlı varlıqları sözlə öldürürdü.
Sözlə insanları sağaldırdı. Əsl şahlıq budur. Şah deyəndə, qədimi ismi şah deyəndə, bismi Allah Allah deyəndə bizim babalarımız təbiət üzərində hakim olan şahlar nəzərdə tutulub. İndiki şahlar yox. İndiki şahlar istənilən cəmiyyətin bəzi insanları çevirə bilər, dövləti xəyanət edib çevirə bilər. Ancaq Allah tərəfindən verilmiş şahlığı heç kim çevirə bilməz. Şükürsüz. Ona görə qədim yazıları oxuyun. Dərk eləmək üçün mənim kitablarımı oxuyun. Bu batın fəlsəfədir, mənim fəlsəfəm deyil. Mən bu fəlsəfənin bir sizə çatdıran nümayəndəsiyəm. Bu nəslin bir nümayəndəsiyəm. Oturun, oxuyun. Öz tarixinizi oxuyun. Bu sizin tarixiniz. Mənim tarixim deyil. Tək mənim tarixim deyil, sizin tarixinizdir. Sizin kitablarınızdır. Sizin elminizdir. Öz elminizə sahib çıxın. Öz xalqınıza sahib çıxın. Gədə-güdələr gəlib sizin tarixinizi oxuyurlar, sizə dərs deyirlər. Bizim bu savadsız alimlərdə onlara stat gətirir. Təsəvvür edirsiniz? Qədim Azərbaycanlı alim ingilislərdən stat gətirir. Ruslardan stat gətirir. Bu qədər cahillik olar. Bu sənin elmindir. Ay kişi, sən nə danışırsan? Sən heç nə bilmirsən, sən deyilən bilmirəm. Gərək pul qazanmaq üçün gəl xalqımızı alladasan. Niyə həqiqəti demişsən? Mən bunları 30 il bundan qabaq yazmışam. 30 il bundan qabaq ilk kitabım çıxıb. 2008-ci ildə Batini Quran kitabım çıxıb. Bütün sirr anlatmasını vermişəm orada. Bunlar bilmirlər. Çünki bunları öz xalqın mənafiyə maraqlandırmır. Bunları şəxsi mənafiyə maraqlandırır. Bunlar professordur, akademikdirlər. Və onları sərf eləmir ki, düşünlər ki, bunların səviyyəsi yoxdur. Bunlar boş yerdən o qədər adamı var. Ona görə heç kimə siz qulaq asmayın. Buyurun, mən sosial şəbəkələrdəyəm. Nə sualınız var verin. Qədim dünya ilə bağlı elə bir sual ola bilməz ki, ona cavab verə bilməyin. Bu bizim elimizdir. Heç kim bizdən artıq bunu bilə bilmir.